Salam səhifəmizin dəyərli izləyiciləri, mən bugünkü videomda sizə Elektroteç Ankastor sobalarının öz-özünü təmizləməsi, öz-özünü yuması funksiyasının necə istifadə olunma qaydasını öyrədəcəm. Bundan öncə birinci olaraq Ankastor sobamızın içi tam şəkildə təmizlənir. Yəni içindəki bütün tavalar, grill alətləri falan hamısı içindən tam şəkildə götürülür. Proqram olaraq burada proqram alt spiral və öz-özünü təmizləmə funksiyası olaraq bu seçilir. Sonra dərəcə olaraq maksimum dərəcədə 280 dərəcəni seçirik. 280 dərəcəni seçdikdən sonra hər hansı bir dəmir qabda, belə bir dənə xırda dəmir qabın içinə su ilə doldururuq. İlıq su olsa daha yaxşı olar və dəqiqə olaraq da dəqiqəni də 40 dəqiqə seçirik. 40 dəqiqə seçdikdən sonra proqram özü başlayır öz-özünü təmizləmə funksiyasına. Qapını bağlayırıq. Bir 40 dəqiqədən sonra içəri tam şəkildə parlanır. Tam şəkildə parlandıqdan sonra qabı ehtiyatla götürürük, əli yandırmama şərti ilə. Götürdükdən sonra hər hansı bir əski ilə divarlarını, bütün belə deyək, bu içəri divarların hamısı əski ilə tam şəkildə silinib, təmizlənir. Yəni artıq nəyisə sürtməyə, qaşımağa heç bir ehtiyac olmur. Onun oradakı çirkləri tam yumuşaldır və onu rahat şəkildə silib təmizləmək mümkün olur. Və bu da proqramlarda öz-özünü təmizləmə funksiyası adlanır.